Bağışlayan və mehriban Allahın adı ilə hər birinizi xoş gördük, əziz və dəyərli müsəlmanlar, dəyərli dostlar. Həzrəti Mövla Əmir əl-Möminin əleyhissalamdan bir dünya dərs, ibrət çıxaracağımız bir dənə hədis var. Həzrət buyurur ki, qəlbi ölmüş insanı bütün dünyanın nemətləri dirildə bilməz. Bəzi insanlar var ətrafımızda, baxırıq, müşahidə eləyirik. O qədər həyata doğru mənfi düşüncədədirlər, yaşayışa doğru, gələcəyə doğru. O qədər mənfi düşüncədədirlər ki, insanın həqiqətən enerjisinə əmirlər. Enerjisindən sanki qidalanırlar. Cəmiyyətə də, özünə də bir fayda vermir insan hər bir şeyin haqqında pesimist fikirləşmək, mənfi düşüncədə olmaq. İnsan hər bir şeyin haqqında narazı olmaq əslində Allahın nemətlərinə, Allahın verdiyi, əlində olan şükrünü yerinə yetirməsi lazım olan nemətlərə də naşükürlük kimi çıxır. Ona görə də çalışıb həyat haqqında, Allahın verdiyi nemətlər haqqında gözəl fikirləşmək lazımdır və o nemətlərə şükr etmək lazımdır ki, Allah da öz nemətlərini artırsın, bərəkətinlə əta eləsin. Bəzən baxırıq ətrafımızda o qədər insanlar var ki, hər şeydən narazıdırlar. Əlində dünyalar var, əlində hər şey var. Baxırsan, görürsən ki, hər cür fürsəti də var, hər cür əlində Allahın nemətləri var ki, çox insanlar dua eləyərək Allahdan o nemətləri istəyir, bu adam narazıdır. O qədər mənfi düşünür, əlindəkilərin bir dəfə olsun şükrünü yerinə yetirmir. Beləncə insanlar həyatda müvəffəq ola bilmirlər və ətrafda, cəmiyyət içərisində də rəğbət qazana bilmirlər. Allahın rızayətini əldə etmək üçün çalışıb hər kəsin haqqında, gələcək haqqında gərək müsbət fikirdə olasan ki, müsbət aura, müsbət enerji bəxş eləyəsən ətrafındakı insanlara. Allahdan arzum budur ki, Allah bizləri bəndiyə təşəkkür edən, Allahın verdiyi nemətlərə şükür eləyən bəndələrindən qərar versin. Vəssalamu aleykum və rahmetullah və bərəkatuhu.